Gəlin qaçıb gedirdi. Oğlum yığışdıra bilmirdi, gətirə bilmirdi öyə. Kürdəmirdə qətl hadisəsi baş verib. Hadisə iyun ayının 28-də axşam saatlarında rayonun Şilyan kəndində, hazırda qarşısında dayandığımız bu evdə baş verib. Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində kənd sakini 40 yaşlı Elşən Abdulov, 35 yaşlı həyat yoldaşı Samirə Abdulovanın boğaz nahiyəsindən bıçaqla kəsdiyi bildirilir. Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və hadisədə şübhəli bilinən Elşən Abdulov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Öydə gəlinmə zət gəldi. İstədi məndən gizləyək. Gördüm, çığırdı otlar. Deyim, bala nə olub? Dedi, qızı zəng eləyib ki, atam, mamamın başını kəsdi. Belə deyirlər ki, qızı ilə Bakıdaymış. Qızın gətirib qoyub, ardından Bakıya qayıtmaq istəyib. Yoldaşı da razı olmayıb. Qızım deyib ki, səndən yaşamıram. Sərbəst yaşamaq istəyirəm, gün vermirsənmi? Ümumiyyətlə, əvvəllər də bunların arasında belə münaqişə olub? Olub, 3 ildən bəri yananıb. Neçə dəfə polisə düşüblər. Nə üstündə olub? Əsas münaqişə nə üstündə olub? Bilmirəm, qısqanclıq üstə. Qızım da qısqancı idi. Səsə getdim, gördüm ölüb də. Dolanmırdı, ailə müqaşəsi. Gəlin qaçıb gedirdi. Oğlum yığışdıra bilmirdi, gətirə bilmirdi öyə. Deyirdi, gəl ot yanımda, deyirdi, mən gedirəm Bakıya. Bana yığışdıra bilmirdi göyə. Bu hadisənin baş vermə səbəbi nə oldu? Elə oğa görə, gəlmişdi Bakıdan. Gəlmişdi Bakıdan. Oğlan deyir ki, otur da, qızımız var, uşağımız, 3 dənə uşağımızı saxlayaq. Dedi, sən nə danışırsan? Mən sərbəstli geçirəm, səni ilə. Mən çıxıb gedirəm. 3 dənə uşağı var. Balamın yazıq balamın canına. Hayır balamın canına. 17 il ailəlidir bunlar. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.